İmam elə bir təşəhhüdü məndən qabaq qutarıbsa, mən təşəhhüdümü yandırım namaza çıxarım. Əgər imam təşəhhüdü səndən qabaq qutarıb, salam veribsə, təşəhhüdü tamamla çıx. Yəni, belə olmasın ki, imam salam verib, hə? Bəzən olur, görsən, imam salam verib, hətta dönüb cəmaatı tərəf, kimsə orada nəsə oxuyur. O çox güman ki, orada Allah bilir, ya əlavə dua edir, ya Allahümmə inni əuzu bikə minəl əzabi cəhənnəm və min əzabil qəbr. Hətta bunu belə oxumasan, saxla. Əsas odur ki, ət-təhiyyatı oxudun və salavatı oxudun. Əsas bu ikisidir. Hətta o birisini çatdırmasan belə eyb etməz. Salam verir, vasib deyil. Elə olur ki, imam... Çünki imama tabiçiliyi namazda önəmlidir. İmam təşəhhüdü deyir, mən qutarıram təşəhhüdü, gözləyirəm. Onda öz o içimdən keçən Azərbaycanca dua edə bilərəm. Təşəhhüddə və ya səcdədə, fərz və ya sünnə namazında öz dilində dua edə bilərsən. Lakin dua edəndə gərək biraz o, yəni, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem etdiyi duaları oxu, Azərbaycanca tərcümələrinə bax, müsəlman qalasında və s. O, ab-ı havanı tut ki, o dualar neysə olmalı. Yəni, o şeyi tutmalısan. Yəni, yox, ümumən orada qayda nədir? Qayda odur ki, yox, şərt deyil sünnədə gələnir. Lakin qayda budur ki, çox xırdaçılıq eləməyəsən. Yəni, belə olmasın ki, ya Rabbi, ikinci gün məni işə düzələ bilərəm. Sən təşəhhüddə, iş barədə lazım deyil belə. Ümumən, edə bilərsən. Yox, sən heç kim demir, etmə. Edə bilərsən. Belə ümumən, yəni ədəblə, xırdaçılıq etmə, ümumən. Məsələn, dua edə bilərsən ki, ya Rabbi, bütün sıxıntılarım üçün səndən rahatlıq, bütün çətinliklərim üçün səndən asanlıq istəyirəm. Və dua edə bilərsən ki, ya Rabbi, səndən halal, geniş, bol, bərəkətli ruzu diləyirəm. Kasıblığın zillətindən sənə sıxıram. Ümumən, yəni, bu belə, yəni, ədəblə, yoxsa o formada yox. İxlasla.com saytı tərəfindən təqdim olundu.